Usta ilə, fəhlə ilə bir stolda oturub yemək yeməyən bəzi ev sahiblərini səslənirəm. Baxın, bu cür evləri gözəlləşdirən ustalardır. Bu cür evləri tikib, yaradan yenə də ustalardır. Yəni, zəhməti ilə, alın təri ilə, gecə demir, gündüz demir, isti demir, soyuq demir, işləyir, əli qabar-qabar olan yenə ustalardır. Əlinin zəhmətini pul qazanan yenə ustalardır. Ona görə ustalara dəyər vermək lazımdır. Ustalar bugünkü gündə bizim bu cür evlərdə oturub yaşamağımıza səbəb olan insanlardır. İstidə bu cür evlərdə sərinləməyə səbəb olan yenə də ustalardır. Soyuq günlərimizdə bu cür evlərdə qızınmağımıza səbəb olan yenə ustalardır. Allah hər kəsin işini avanda eləsin. Allah bütün ustalara can sağlığı versin. Allah bütün ustaların ruzusunu yedirsin. Allah işinizi avan eləsin. İnşallah bu səsi də trend edərsiniz, paylaşarsınız.